Almaniya paytaxtında yenə tətildir. Verdi Həmkarlar İttifaqının çağırışı ilə Berlində ictimai nəqliyyat işçiləri ikinci gündür tətil edir. Etiraz aksiyası ilə əlaqədar metro stansiyalarında qatarların, tramvayların və əksər avtobusların hərəkəti dayandırılıb. İndi biz Berlinə bağlanırıq. Ətraflı məlumatı xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq. Günay, buyurun, söz sizdədir. Bəli Ceyhun, Almaniyada 48 saatlıq ictimai nəqliyyat aksiyası artıq davam edir. Bugün ikinci gündür və özünü necə deyərlər çox möhkəm göstərir. Bu aksiyanı təşkil edən BFLG işçilərinin əmək şəraitini yaxşılaşdırmaq və daha yaxşı iş mühiti yaratmaq məqsədini güdür. Aksiya avtobuslar, metrolar və tramvaylar da daxil olmaqla bütün ictimai nəqliyyatı demək olar ki, bütün ictimai nəqliyyat vasitələrini əhatə edib. BFLG qeyd elədiyim kimi işçilərin daha yaxşı maaşlar, iş şəraiti və digər tələbləri var. Bu səbəbdən ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb və insanlar öz gündəlik hərəkətlərində çətinliklərlə üzləşirlər. Bu aksiyanın yalnız bir nümunə olduğunu qeyd edə bilərəm Ceyhun, çünki bu ilk və son aksiya deyil. Belə ki, yaxın gələcəkdə daha çox belə aksiyaların baş verməsi gözlənilir, çünki danışıqlar heç bir nəticə vermir. Ceyhun, onu da qeyd edeyim ki, aksiyanın təsirindən bəzi məktəblər valideynlərə məktub göndərərək bildiriblər ki, əgər uşağınız nəqliyyat problemi yaşayırsa və məktəbə getməkdə çətinlik çəkirsə, onu məktəbə bu günlərdə göndərməmək mümkündür. Bu aksiyanın təsiri ilə bağlı məktəblərdən alınan bir xəbərdarlıqdır. Və bundan başqa aksiyanın səbəb olduğu tıxacılar da təbii ki, böyük bir problemdir. Şəhərdəki avtomobil sıxlığı artıq böyük idi, amma aksiyaya görə bu daha da çox maşın və velosipedçinin küçələrə çıxması deməkdir. Bu tıxacları daha da artırır və şəhər daxilində, əsasən mərkəzdə hərəkət etmək çox çətinləşib. İctimai nəqliyyatın məhdudlaşdırılması ilə daha çox insan öz avtomobillərindən istifadə etməyə başlayıb və bu da daha çox sıxlığa və narahatlığa səbəb olub. Və bu müddət ərzində polis sakinlərə daha çox səbirli olmağı və mümkün qədər yollarda alternativ vasitələrdən istifadə etməyi tövsiyə eləyir. Belə Ceyhun, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz yenidən sizdə. Əməkdaşımıza təşəkkür edirəm.